Deməli, bugünkü dərsimizə əvvəla qoşulduğunuza görə sizə çox təşəkkür edirəm. Bugünkü dərsimizdə biz Cascading Sheets-ə başlayacağıq, yəni CSS-ə. CSS əslində çox vacibdir veb proqramlaşdırma üçün. Çünki yəni əgər CSS-siz işləsək, sadəcə HTML olsan da, məsələn saytlarımız falan çox da yaxşı görsənməz. Ona görə dediyim kimi CSS biraz vacibdir. Deməli, ümumilikdə birinci saytımızı açaq. Tamam. Ümumilikdə bu günlər dediyim kimi CSS-ə başlayırıq. CSS HTML-dən daha böyükdür. Amma yenə də yəni daha asandır da demək olar. Çünki yəni CSS yenə də çox rahatdır işləmək, çox asandır, bəli. Deməli, ümumilikdə birinci keçən dərsi başlamaq istəyirəm. Suallar falan ev tapşırığından. Ümumilikdə belə ev tapşırığını baxdım, tam hamı eləməmişdi. Amma yenə də belə kiminsə ev tapşırığı haqqında sual var idi, yəni keçən dərs haqqında ümumilikdə. Tamam. Yenə də belə olsa soruşa bilərsiniz, dərsdə də, şəxsidə də. Yəni keçən dərs ümumilikdə bizdə formları falan keçmişdik. Sonra semantik HTML falan, yəni bunların hamısını keçmişdik. Həmçinin birinci dərsdə də yadınıza düşürsə başlıqlar, şəkillər və s. Bu günlərin deməli CSS-i başlayırıq. CSS birincisi nədir? Cascading Style Sheets gedir açılışı. Belə deyim, əvvəllər birinci səfər CSS-ə başlayanda Caucasian kimi oxuyurdum, yəni Qafqaz. Mən də deyirdim, yəni bunun əslində Qafqazla nə mənası var, amma Cascadian imiş. Yəni bunu əslində lap çoxdan belə olmuşdu. Sadəcə yəni elə belə dedim. Deməli, ümumilikdə dediyim kimi CSS daha çox game üçün istifadə olunur. Yəni ümumilikdə CSS istifadə edirik ki, saytımız daha yaxşı görsənsin. Məsələn, gördüyünüz kimi biz hal-hazırda belə bir şey düzəldə bilərik HTML-lə. Ancaq sonra biz bunu belə bir şeyə döndərə bilərik. Yəni əlbəttə ki, bu bundan qat-qat yaxşıdır. Və mənim fikrimcə, yəni CSS yəni 100% yəni lazımlı bir şeydir. Deməli, ümumilikdə CSS-i 3 cür istifadə etmək olar. Birincisi inline CSS-dir. Inline CSS-i başa salım. Məsələn, inline CSS istifadə edəndə biz ümumilikdə HTML-in içində yazırıq. Yəni body tag-inin içində yazırıq. Məsələn, body tag-in əgər içində yazsaq, style, gördüyünüz kimi belə bir şey açılır. Style yazandan sonra ümumilikdə yəni burada CSS-in kodlarını yazmaq olar. Məsələn, elə belə yazıram color məsələn blue yazaq. Gördüyünüz kimi rəngi dəyişdi. Yəni buna inline CSS deyilir. Ümumilikdə yəni body tag-in içindəki olan kodların sadəcə yanına gedərək. Məsələn, H1-in açılış tag-inin əlbəttə ki, əgər bağlanış tagi yoxdursa, onda elə yəni ən birinci gələn tagin içində yazılır. Gördüyünüz kimi buraya yazıram style, sonra da color blue. İndi başa salacağam ümumilikdə color falan. Amma yəni ümumilikdə bunu başa salmaq istəyirəm ki, style yəni bunun içində yazmaq olur. Bir dəqiqə. Tamam. Biraz bu vaxtlar biraz başım qarışıqdır. Üzr istəyirəm. Deməli, tamam. Birincisi bizdə inline CSS dediyim kimi, inline CSS ümumilikdə, yəni dediyim kimi body tag-in içində olan kodların içində yazılır. Məsələn, H1 falan, divlərin içində və s. İndi divlər də başa salacağam. div oxunur əslində. Deməli, sonra bizdə internal CSS var. Internal CSS-i artıq body tag-in içində yox, head tag-in içində yazırıq. Bu necə olur? Head tag-in içində sadəcə belə bir boşluq açaq, style yazsaq. Gördüyünüz kimi burada belə bir şey yazmaq olar. Burada artıq tam, yəni məsələn, əgər CSS faylı yaratsanız, tam orada necə olacaqsa kodlar burada da elə yazsınız. İndi ümumilikdə yazmayacağam indi, çünki yəni hələ ki başa salmamışam ümumilikdə, yəni CSS-in kodunu falan necə yazırıq. Ona görə hələ ki bunu yazmayacağam. Ondan sonra external CSS var ki, mən tövsiyə edərəm ki, bunu işlədək. Yəni çünki bu əslində daha rahatdır, yəni görünüş üçün ümumilikdə. Həm də ki, məsələn,
Ümumilikdə yəni məsələn gələcəkdə falan şirkətlərdə falan işləyəndə yəni əgər görsələr ki, yəni internal və ya inline işlətmək olar okey, amma internal heç vaxt işlətməyin. Yəni məncə internal çox mənasızdır. Ümumilikdə necə edirik? Yeni bir fayl yaradırıq. Adını nə istəsəz qoya bilərsiniz. Bu səfər CSS-in fərqi yoxdur, amma yenə də dediyim kimi HTML-də indeks qoyun həmişə, amma yəni CSS-də fərqi yoxdur. Çox vaxt insanlar ya style qoyurlar, ya da styles qoyurlar, fərqi yoxdur. Məsələn mən styles qoyuram, styles.css. Ondan sonra bəs məsələn tutaq ki, indi biz burada kodlar falan yazsaq nəsə. İndi məsələn mən elə belə kod yazacağam. Ondan sonra başa salacağam. Bu nə edir? Tamam. Yəni görürsüz bura kod yazdım. Bir dəqiqə bunu silək. Ümumilikdə gördüyünüz kimi bura kod yazıram. Məsələn yazıram ki, H1-in rəngini blue elə. Və indi məsələn fikirləşərsiniz ki, indi mən bura qayıtsam, burasını silək. Sayta qayıtsam, yəni rəngi blue olacaq. Amma əslində gördüyünüz kimi yenə də rəngi black qaldı. Nəyə görə bu olur? Deməli, həmişə əgər external file istifadə eləsəz və external faylı HTML-də istifadə etmək üçün, yəni bunu imiclər kimi fikirləşə bilərsiniz. Məsələn, şəkillərdə biz necə edirdik? Onun linkini gətirirdik, qoyurduq ora ki, başa düşsün ki, sayt aha buradan götürmək lazımdır. CSS-də də tam eyni cürdür. CSS-də sadəcə head tag-inə gedirik. Əgər burada link yazsaq, avtomatik olaraq gördüyünüz kimi çoxlu belə kodlar çıxacaq. Biz link CSS istifadə edirik. Bunu yəni əgər VS Code istifadə edirsinizsə öz-özünə çıxacaq. Ancaq yəni yenə də VS Code istifadə etmirsinizsə, nəsə başqa bir şey, məsələn JetBrains falan istifadə edirsinizsə, bunu özünüz yazmalısınız. Deməli ümumilikdə başa salım bu nədir? Link o deməkdir ki, yəni məsələn avtomatik olaraq bu gedir məsələn tapır, bu href olan səhifəyə gedir məsələn. Oradakı ümumilikdə nə yazılıbdısa, onun hamısını gətirib bu index.html-in içinə yazır. Biz burada real style sheet yazırıq ki, bu başa düşsün ki, yəni bu CSS kodudur. Yəni bura gələn CSS kodudur da. Yəni burada başqa şeylər də yazmaq olar əlbəttə ki, məsələn font falan yazmaq olur. Burada məsələn bilmirəm çıxar, ya burada çıxmır. Amma yenə də bizdə style sheet yazırıq çünki bu CSS-dir. Ondan sonra məsələn yenə də mən əgər Ctrl save eləsəm, getsəm, yenə də rəngi dəyişməz. Buna da həmişə fikir verin ki, adını düzgün yazasınız. Məsələn mən burada öz-özünə həmişə style.css yazılır. Mən fayılın adı amma styles.css-dir. Artıq styles.css yazandan sonra gördüyünüz kimi rəngi dəyişdi. Ümumilikdə yəni hələ ki bunu başa salmaq istəyirəm ki, yəni əgər external file istifadə edirsinizsə, onda yəni əlbəttə ki, yəni gərək orada başa salasınız ki, bu external gəlibdir və bunu ümumilikdə bağlayasınız HTML-in özünə. İndi ümumilikdə CSS-in öz yəni necə yazılır, CSS sintaksı deyilir. CSS-in sintaksını falan başa salmaq istəyirəm sizə. Deməli, birincisi burada selector var, property value, belə. İndi başa salın bir-bir. Birincisi selectordan başlayaq. Ümumilikdə yəni məsələn nəyisə məsələn dizayn etmək istəyəndə əlbəttə ki, bunu HTML-ə başa salmaq istəyirik. Məsələn mən əgər yazsam color blue, HTML başa düşməyəcək. Mən nəyin rəngini blue eləmək istəyirəm. Yəni belə bir problem var. Məsələn sizə desələr ki, bunun rəngini göy elə. Yəni siz qayıdıb soruşarsınız ki, nəyin rəngini? Ona görə selector deyə bir şey var. Selectorda ümumilikdə nə yazırıq? Selectorda məsələn gördüyünüz kimi bu açılış təq və bağlanış təqlərinin içindəki sözləri yaza bilərik. Məsələn tutaq ki, mən əgər istəyirəm ki, H1-in rəngi blue olsun, gördüyünüz kimi mən burada H1 yazdım. Və ya tutaq ki, məsələn mən istəyirəm ki, yaxşı body-ni hələ ki başa salmayım, çünki onun əlavə kodu lazımdır. Sonra başa salacağam. Məsələn tutaq ki, yenidən paragraf açaq. Hello there. Məsələn gördüyünüz kimi paragraf yarandı. İndi mən də istəyirəm ki, məsələn tutaq ki, paragrafın rəngi tutaq ki, qırmızı olsun. Yenidən qayıdıram, P yazıram. Bracketləri açıram, color red. Və gördüyünüz kimi rəngi qırmızı olur. Deməli indi başa salım sonra gələn şeyləri. Deməli ümumilikdə selector-ı başa düşdünüzdə yəqin ki, yəni selector haqqında sualınız var. Selector sadəcə yəni belə istifadə etmirlər, məsələn H1 falan, P falan. İndi onları başa salacağam, əlavə nə etmək olar. Ümumilikdə birinci CSS-in sintaksını başa salım. Okay, tamam. Ondan sonra sintaksımızda yəni gəlir property. Property nədir? Məsələn hal-hazırda gördüyünüz kimi mən buraya yazmışam color. Məsələn tutaq ki, belə insan dilindən başa salsam, məsələn
Tutaq ki, məsələn deyirsiniz ki, H1 dəyişdir və siz sonra qayıdıb soruşursunuz ki, necə dəyişdirim? Yəni ümumilikdə property budur. Məsələn, property-də yazırsınız ki, bu H1 məsələn necə dəyişmək olar? Necə dəyişmək istəyirsiniz? Məsələn, hal-hazırda mən yazmışam color, yəni mən bunun ümumilikdə rəngini istəyirəm ki, məsələn göy rəngdə olsun. Tutaq ki, yəni bunun əslində çox şeylər var. Məsələn, indi onları da başa salacağam, amma elə belə göstərmək üçün yazdım. Font size deyə bir şey var. Məsələn, mən buraya yazsam 20 piksel. Gördüyünüz kimi balacalandı. Və ya gəlin biraz böyük yazaq. Gördüyünüz kimi belə yekəldi. Yəni ümumilikdə məsələn mən deyirəm birinci rəngini blue elə, sonra məsələn boyunu belə yekəlt ümumilikdə. İndi bütün kodları başa salacağam, yəni bu font size falan. Amma hələlik yəni sadəcə göstərmək üçün belə yazıram. Gördüyünüz kimi yəni belə dəyişir ümumilikdə. Yəni bir sözlə property yazsız, yəni nəyi necə dəyişmək istəyirsiniz, nəyi dəyişmək istəyirsiniz və necə dəyişmək istəyirsiniz. Məsələn dedik ki, colorunu dəyişmək istəyirəm, blue rəng eləmək istəyirəm. Və ya məsələn font size-ını dəyişmək istəyirəm, 100 piksel eləmək istəyirəm. Value isə odur. Sonra ümumilikdə həmişə məsələn kodu yazanda tutaq ki, H1-in əgər kodunu məsələn stylını dəyişmək istəyirsinizsə, həmişə bu iki bracketin arasında yazılmalıdır. Birinci yazılış üsulu heç fərq etməz. Yəni istəsəz belə də yazın məsələn. Tutaq ki, belə bir şey də yaza bilərsiniz. İndi mən Ctrl+C-və bassam avtomatik olaraq öz-özünü düzəldəcək, gördüyünüz kimi. Amma yəni bir sözlə başa salmaq istəyirəm ki, bunun fərqi yoxdur. Yəni incə göstərdiyim kimi da yaza bilərsiniz. Sadəcə məndə prettier var deyənə ümumilikdə yəni öz-özünə belə dəyişir. Font size ilə H1, H6. Yəni onu indi başa salacağam. Məsələn font size-ı belə başa salım. İndi mən H1-dən H1-ə yazdım. Amma tutaq ki, bəs p-ni dəyişmək istəyirsinizsə, məsələn font size-ını. Məsələn p-nin font size-ını da yaza bilməzsiniz. Məsələn p1, p2, p3 və p-nin yəni font size-ını necə dəyişəsiniz? Yəni ona görə CSS-də elə bir şey var ki, font size ki, məsələn istədiyiniz məsələn başqa tekstin ölçüsünü dəyişə bilərsiniz. Həmçinin məsələn H6 tutaq ki, yazsaz, bəlkə H6-dan daha məsələn kiçik istəyirsiniz və ya H1-dən daha böyük istəyirsiniz. Yəni burada font size istifadə edə bilərsiniz. Tamam. Bunu keçdik. Deməli, ümumilikdə yəni dediyim kimi fərqi yoxdur, necə yazsız yazın. Yəni CSS bunu onsuz avtomatik olaraq başa düşür. Mən indi prettier yükləmişəm deyənə extension. Öz-özünə belə kodu daha yaxşı göstərir ki, yəni belə kod sərgəl görsənsin. Ondan sonra deməli bu ikisini başa salmaq istəyirəm. Deməli nə vaxt ki siz məsələn property-ni yazdınız, həmişə 2 nöqtə qoymaq lazımdır və property-ni yazıb məsələn value-sunu qoyandan sonra həmişə semikolon qoymaq lazımdır. Bu nöqtəli vergül çox vacibdir. Yəni bunu 100% yazmalısınız. Çünki yəni bunu yazmasaz öz-özünə yazılır yenə də məndə, yəni bunu göstərə bilməyəcəm. Bunu yazmasaz məsələn Ctrl+C eləsəz işləməyəcək, həm də error verəcək. Yəni bütün CSS bağlanacaq bir sözlə. Amma yenə də məndə prettier var deyənə, yəni save eləyən kimi avtomatik öz-özünə yazılır. Yəni bu da çox vacibdir. JavaScript-də də bu çox vacibdir bunu yazmağı. Bunu yəni soruşa bilərsiniz nəyə görə? Buna elə fikirləşiblər ki, məsələn elə propertylər var ki, məsələn value-ları bir neçədən olur. Məsələn blue deyir, sonra nə bilim green falan deyir və aralı yazır. Məsələn əgər bu olmasaydı, yəni CSS bunu başa düşməzdi. Yenidən yəni bu property yazsız yoxsa value yazsız. Ona görə həmişə semikolon qoyulur ki, yəni bunda CSS avtomatik olaraq başa düşür ki, 2 nöqtə ilə nöqtə vergülün arasındakı value olacaq. Yəni CSS bunu belə başa salır. Belə başa düşür, üzr istəyirəm. Okay. Deməli, indi isə bir də ki, mən çox tez danışmıram ki, biraz yavaş danışım. Dostum mənə yazmışdı. Tamam. Deməli, bir də bunu başa salım ki, məsələn, sadəcə bir selektorun içində sadəcə bir dənə property, yəni yaza bilmərsiniz. Yəni istəsəniz neçə dənə property istəsəz yaza bilərsiniz. Məsələn tutaq ki, mən burada color yazmışamsa təzədən qayıdıb font size də yaza bilərəm. Yəni nə istəsəniz yaza bilərsiniz. Neçə dənə kod. Və ya istəsəz məsələn belə bir şey də olur. Düzdür, bu biraz pisdir. Yəni bunu biraz səhv kimi sayılır, amma yenə də bu da düzgündür. Yəni düzgün yazılmışdır. Məsələn tutaq ki, blue yazırsınız yuxarıda, sonra font size 100 piksel eləyibsiz. Təzədən məsələn aşağıda yazsaz ki, color red. Məsələn, tutaq ki, görürsünüz, kodu 2 dəfə təkrarlayıram, rəngini red eləyəcək. Yəni, CSS ən axırda nəyi görürsə, hansı kodu görürsə, onu həmişə, məsələn, important kimi götürür. Məsələn, əslində belə bir şey var, məsələn, bilmirəm,
biləniniz var yoxsa yox. Məsələn bu important yazanda gördüyünüz kimi avtomatik olaraq onu eləyir. Yəni məsələn əgər mən yuxarıdakı koda yazsam ki important, yəni bunun altından yenidən coloru dəyişdirsəniz bu dəyişməyəcək. Yəni yenə də rəngi göy rəng qalacaq. Bunu nəyə görə eləyiblər? Bu important çox yaxşı şeydir. Məsələn əgər kodunuz çox böyük olsa təzədən gedib lap aşağılarda yenidən rəngini dəyişmək istəsəniz, amma yəni səhv kimi başa düşərsiniz də. Yəni ona görə həmişə important qoyulur ki, yəni tam bunu eləsin. Və ya məsələn indi bu daha irəlidə başa düşərsiniz. Məsələn external fayllar yükləmək olur. Bilmirəm eşidibsiz ya yox, Bootstrap deyə bir şey var. Qoy göstərim onu. Məsələn bu Bootstrap deyə bir şey var. Bootstrap nədir? Deməli Bootstrap'ın köməyi ilə siz elə bil ki CSS-i daha tez yaza bilərsiniz. Yəni bu özü məsələn şeylər verir, avtomatik olaraq template'lər. Məsələn görürsüz burada template'lər var. Məsələn kiçik bir kod yazaraq ümumilikdə yəni bu qədər bütün yəni bu CSS-lərin falan hamısını öz-özünə yəni yazır. Yəni onu başa salmaq istəyirəm ki, Bootstrap'da elədir ki, məsələn bir dənə kod yazsınız, bunların hamısını eləyir. Məsələn Bootstrap'da artıq məsələn Bootstrap'ı qoysaz, ondan sonra yenidən məsələn bunun colorunu dəyişmək istəsəniz, məsələn red yazsanız işləməyəcək. Çünki yəni Bootstrap daha important kimi sayılır. Ona görə yəni yenidən burada important qayıdıb yazsanız, yenə də bunun rəngi dəyişəcək. Yəni indi Bootstrap'ı bilmək heç də vacib deyil və heç tövsiyə eləmərəm Bootstrap'ı öyrənmək. Düzdür, çox belə asanlaşdırır, amma yenə də yəni onun template'ləri falan istifadə eləmək heç yaxşı şey deyil. Yəni sıfırdan yaza bilsəz çox əla olar. Düzdür, yəni hər yerdə demirəm, amma yəni elə template var ki, əlbəttə ki istifadə edə bilərsiniz, amma yenə də Bootstrap istifadə eləməyin. Yəni işinizi rahatlaşdırır, amma yəni sayt çox da professional görsənmir də yenə də. Yəni istədiyiniz dəyişiklikləri edə bilmərsiniz də, yəni Bootstrap'ın köməyi ilə. Ona görə yəni onu keçmirəm mən heç vaxt, amma yəni o heç bir yəni lazımlı bir şey deyil. Yəni ümumilikdə başa salmaq istəyirəm ki, important yazanda həmişə yəni ən vacib kod kimi sayır da onu. Yəni axırda yəni qayıtsaz yenə də yəni gəlin burada yazaq ki, color green məsələn. Yenə də dəyişməyəcək. Amma məsələn aşağıda yenə color green yazsaz, yenə important yazsaz, yəni dəyişəcək. Çünki yəni aşağıda yazılıbdı deyən və burada da important yazıbsınız deyəndə, yəni aşağıdakını daha üstün tutur, kim yuxarıdakını elə bil ki. Tamam, bunları qaytarım. Okey. Bura kiminsə sualı var? Okey. İndi isə növbəti şeyə keçmək istəyirəm. Deməli, ümumilikdə bu selector-sı daha yaxşı başa salmaq istəyirəm. Kimsə əlini qaldırdı. Tamam. Deməli, ümumilikdə yəni bu selektorları daha yaxşı başa salmaq istəyirəm. Deməli, yadınıza düşürsə ID-ni sizə demişdim. İndi daha detallı başa salacağam. Əgər ID-ni başa düşmədinizsə, yəni keçən dərsdə forumlarda ID falan yazılmışdı. Məsələn, name atributunun içindəki yazmaq üçün. İndi bu ID-ni falan daha yaxşı başa salacağam. Deməli, ümumilikdə əsas 3 növ var selektorları istifadə etmək üçün. Birinci növ dediyim kimi H1-dir. Yəni məsələn H1 xeyr, yəni ümumilikdə bu tagin içində yazılanı. Məsələn ya H1 ya P, yəni ümumilikdə HTML kodunun özünü yazaraq, məsələn CSS-ə tutaq ki mən H1 dəyişmək istəyirəm. Bura məsələn H1 yazsız, gördüyünüz kimi yuxarıda da yaranır. Avtomatik başa düşür ki, yəni belə kod olanın bütün hamısını dəyişsin. Yəni məsələn qayıtsam mən yenidən bir dənə də H1 yazsam aşağıdan. Gördüyünüz kimi bunun da rəngi dəyişir. Yəni mən ümumilikdə neçə dənə H1 kodu yazsam, yəni fərqi yoxdur. Buradakı yazdığım kod bütün hamısına yəni effekt olacaq. Yəni əgər bunun ümumilikdə bunun kodu H1-dirsə, yəni bunun da rəngini dəyişəcək. Məsələn blue-ya. Baxır məsələn CSS-in içində nə yazılıbdırsa. Ancaq burada da belə bir problem var da. Məsələn, mən istəyirəm ki, birincisi göy rəngi olsun, məsələn, ikincisi məsələn green olsun. Yəni bunu necə edə bilərəm? Məsələn, qayıdıb yenidə məsələn yazsam ki, H1, məsələn, tutaq ki də color green. Səhv yazdım. Tamam.
Məsələn, yenə də hamısının rəngi dəyişəcək. Yəni bu səssiz başa düşmür ki, məsələn, birinci yuxarıda H1 yazsında deməli aha bunkuymuş. Sonra ikinci H1 deməli aha bunkuymuş. Xeyr. Yəni ümumilikdə əgər H1 yazsanız, səssiz baxır. Hansı ki tagin içində H1 yazılıbsa, o bütün kodları götürüb onların bütün hamısının stylını dəyişəcək. Ancaq yenə də dediyim kimi burada bir problem var ki, məsələn, istəyirəm ki bu göy olsun, amma bu məsələn green olsun da, yəni. Onda məsələn biz artıq ID istifadə edə bilərik. Birinci ID-yə gedəcəm, sonra klassa. Çünki ID-dən biraz belə həm tanışıq, həm də ki, yəni başa saldım sonra nəyə görə. Deməli biz hər bir koda öz ID-sini qoya bilərik. Yəni məsələn tutaq ki, bizim ID-lərimiz, yəni məsələn ingiliscə ID-nin məsələn tərcüməsi şəxsiyyət vəsiqəsi kimi də gedir. Məsələn biz öz adımız yazılır da ID-də. Məsələn hərəmizin öz unik adımız, soyadımız və ata adımız var. Düz yəni eyni ola da bilər kiminsə, amma yenə də bunu belə yaxşı belə fikirləşsə məsələn şəxsiyyət vəsiqəsinin fin kodu. Məsələn fin kod heç kimdə yəni eyni deyil. Məsələn ID-ni də elə fikirləşək, fin kod kimi fikirləşək. Məsələn tutaq ki, əgər mən öz adıma ev almışamsa, tutaq ki, mənim fin kodumu istifadə edərək yazırlar ki, məsələn mən ev almışam. Yəni ümumilikdə ID də elədir. Məsələn mən buna ID qoyuram, tutaq ki, yəni nə istəsəz yaza bilərsiniz bura. Məsələn nə yazaq? Məsələn name yazaq da elə belə. Yəni ID-nin içinə nə yazsaz qoya bilərsiniz. Yəni bir sözlə adını nə qoymaq istəyirsinizsə qoya bilərsiniz. Yəni fin kod kimi. Onun fərqi yoxdur. Məsələn mən bura name yazsam, təzə məsələn mən bura qoysam ID səhv yazdım. Məsələn ID-ni yazmaq üçün ümumilikdə bu hashtag-dən istifadə edirik. Ondan sonra bu ID-nin içində nə yazmışıqsa onu yazırıq. Məsələn hashtag name və yenə də bundan açırıq elə bir ki. Yəni tam məsələn H1-də kimi, gördüyünüz kimi yazırıq hashtag, sonra name, sonra da belə bracketlər açırıq və sonra mən məsələn bunun içinə yazıram color green. Gördüyünüz kimi bunun rəngi dəyişdi, green oldu. Yəni ümumilikdə məsələn əgər istəyirsinizsə bütün hamısını dəyişəsiniz, məsələn H1-lərin, onda yazsız məsələn H1 color blue. Onda yəni bütün olan H1-lərin rəngini dəyişəcək. Ancaq yox məsələn bir şeyin rəngini dəyişmək istəyirsinizsə, onda ID-dən istifadə edirik. Yəni məsələn mən artıq H1-i silsəm, gördüyünüz kimi bütün hamısı avtomatik olaraq qara olur, amma yenə də bu green olur. Çünki yəni mən buna ID qoymuşdum. Ancaq burada da belə bir problem yaranır da. Məsələn, tutaq ki, siz yəni istəyirsiniz ki, məsələn gəlin bunu blue eləyək yenidən. Tamam. Məsələn istəyirsiniz ki, məsələn 2 dənə green olsun və ya 3 dənə green olsun. Yəni onu təzə məsələn qayıdıb məsələn tutaq ki, bunda istəyirsə green olsun. Yəni bura ID bərabərdir name yaza bilmərsiniz də. Düzdür, belə gördüyünüz kimi işləyir. Yəni belə görürsüz ki, belə işləyir əslində, yazanda da işləyir. Amma yenə də bunu deyim ki, bu gələcəkdə yəni böyük problemlər aça bilər. Yəni HTML belə deyim, tam da belə məsələn HTML biraz həm çoxdan yaranıbdı. Yəni ona görə tam da belə çox da düzgün bir dildə deyil. Amma yəni HTML ən yaxşı dildir veb sayt düzəltmək üçün. Əslində HTML məsələn öz belə documentary-sinə girsəz, məsələn orada kodları falan öyrənmək üçün yazıblar. Məsələn orada yazılır ki, siz heç vaxt 2 dənə ID istifadə edə bilmərsiniz. Məsələn tutaq ki, mən bura ID name yazmışamsa, qayıdıb bura ID name yaza bilmərəm. Düzdür, belə işləyir, amma yenə də dediyim kimi bu problemi aça bilər. Bir də baxım görüm konsolda bunun, ya konsolda da heç bunun problemi kimi görünmür. Amma yenə də bu yenə gələcəkdə məsələn sizdə problem aça bilər. Bir sözlə məsələn siz 2 dənə ID qoya bilmərsiniz də, yəni. Yəni belə başlayalım, 2 dənə eyni ID. Məsələn tutaq ki, buna name qoyubsuzsa, buna qayıdıb məsələn surname yaza bilərsiniz. Problem deyil. Amma yəni ikisi də name ola bilməz. Yəni bunu yadınızda saxlayın. Yəni dediyim kimi işləyir, amma yəni heç vaxt bunu eləməyin. Yəni gələcəkdə məsələn JavaScript falan qoşanda, JavaScript qoşanda elə məsələn ID ilə indi gələcəkdə öyrənəsiniz. Orada ID ilə məsələn value'lar falan götürürük. Amma orada artıq məsələn əgər 2 dənə ID olsa avtomatik olaraq yəni error verəcək, JavaScript işləməyəcək. Çünki yəni JavaScript başa düşməyəcəkdir. Bu ID necə 2 dənə ola bilər? Yəni ümumilikdə ID heç vaxt 2 dənə yaza bilmərsiniz. Yəni məsələn bura ID name yazdısa, bura ID surname yazmalısınız. Yəni bir sözdən fərqli bir şey yazmalısınız da, yəni eyni bir şey yaza bilmərsiniz. Olsun məsələn name 1 yazın, fərqi yoxdur. Sadəcə yəni name-dən eyni olmasın. Ancaq yaxşı siz tamam. Sadəcə bunu settings-dən girməliyəm.
Bunu yadımdan çıxıb harda eləyirdim? Font. Okay. Belə çox həkə oldu. Belə yaxşıdır. Yəni çox böyük deyil ki. Tamam. Okay, sağ olun. Yaxşı ki dediniz elə əslində çox sağ olun. Heç fikir vermirdim buna. Okay, yəni ümumilikdə ID-nin heç vaxt eyni ola bilməz. Yaxşı. Və siz məsələn qayıdıb deyirsiniz ki, məsələn istəyirəm bu da green olsun. Yəni hər dəfə də məsələn qayıdıb yazasınız ki, məsələn yenidə bura name yazdınızsa, yenidə bura yazasınız ki, məsələn name 1, yenidən color green. Yəni bu çox da effektiv deyil. Düz işləyir. Yəni gördüyünüz kimi, yəni buna name yazdınız, bunun colorunu green qoydunuz. Təzədən bunu qayıdıb yenə name 1 fərqli ID ilə, məsələn fərqli istin adını yenə də green yazdınız. Ancaq məsələn bu yenə də dediyim kimi gərək hər dəfə yeni bir ID yazasınız və hər dəfə o ID üçün yəni color yazasınız ki, yəni onun rəngi dəyişsin. Bunu qarşısını almaq üçün HTML-də belə bir şey var, class. Class da nöqtə ilə yazılır. Class-la ID-nin fərqi odur ki, məsələn əgər ID-də eyni adı yaza bilmərsinizsə, ancaq class-da yaza bilərsiniz. Məsələn bura class yazsam, name, yenidən bura qayıdıb class yazsam, elə burada name yaza bilərəm. Onda artıq yəni məsələn mən bunu silsəm və məsələn burada class yazanda həmişə hashtag-in yerinə nöqtə yazılır. Nöqtə qoysam gördüyünüz kimi yəni rəngi dəyişəcək, green olacaq. Yəni bu artıq düzgün versiyasıdır. Yəni bunu istifadə edə bilərsiniz. Yəni məsələn qayıdın burada class name, yenə də yəni nə qədər istəsəniz yəni yaza bilərsiniz. Yəni belə fikirləşin ki, class sinif kimi gedir. Məsələn fikirləşin ki, yəni bu uşaqların üçü də bir sinifdədir. Yəni üçü də deməli bəlkə də eynidir. Yəni nəsə elə bir şey fikirləşə bilərsiniz. Yəni dediyim kimi, ID-də heç vaxt eyni ola bilməz adı, ancaq class-da yəni adını eyni yaza bilərsiniz. Yəni bu heç bir problem yoxdur. Və dediyim kimi, yəni class-ı yazanda elə bir ki, nöqtə ilə yazılır. Yəni sadəcə məsələn gələcəkdə JavaScript keçəndə class-ı istifadə etmək biraz daha çətindir JavaScript-də. Çünki class bir neçə dənədir. Ancaq yəni ID bir dənədir deyənə, yəni ID-ni istifadə etmək qat-qat asandır JavaScript-də. Amma ümumilikdə yəni onu JavaScript-də keçəndə ümumilikdə başa salacağam. Bura kimdənsə sual var class-dan, hashtag-dən, ID-dən falan. Okay, tamam. İndi isə gəlin növbəti. Tamam. Ümumilikdə bu colorları başa saldım. Sadəcə başqalarını da başa salmaq istəyirəm. Deməli, gördüyünüz kimi mən bayaqdan yazıram məsələn color green, blue, red. Amma məsələn belə bir şey var ki, məsələn siz istəyirsiniz ki, məsələn tutaq ki, bu green olmasın. Yəni məsələn daha açıq green olsun. Daha açıq green eləmək üçün, yəni bilmirəm eşidibsiz ya, hex deyilir, hex colorlar. Hex colorlar nədir? Yəni yenə də məsələn əgər 11-ci sinifdə 1-ci qrup hazırlaşırsınızsa informatikadan, bunu yəqin ki HTML dərslərində falan keçiblərsə, HTML olmasın, yəni ümumilikdə yəni informatika dərslərində məncə keçilir. Məsələn ümumilikdə hər bir rəngin, yəni bu sadəcə kodla bağlı deyil. Məsələn rəssamlar da bunları bilirlər. Məsələn hər bir rəngin öz məsələn kodu var. Yəni bildiyiniz kimi rənglər yaman çoxdur da. Yəni məsələn sadəcə yaşıl deyil də, məsələn açıq yaşıl, bilmirəm, yəni sadəcə yəni bir pikselə kimi fərqləri var. Ona görə yəni insanlar düşünüblər ki, belə bir şey yaratsınlar, hex kod. Hex kodla ümumilikdə məsələn mən burada əgər nə rəng götürsəm, məsələn tutaq ki, belə bir şey götürək. Məsələn yəni belə açıq bir şey. Məsələn bu blue-ya oxşuyur. Mən qayıdıb bura gördünüzsə blue yazsam, yəni bu istədiyim rəng deyil də. Məsələn mən istəyirəm ki, tam bu rəng olsun. Ona görə məsələn mən bunun hex kodunu kopyalayıram. Və məsələn blue-nun yerinə elə bu hex kodu yazıram. Avtomatik olaraq gördüyünüz kimi rəngi bu rəng oldu. Yəni hex kod ümumilikdə belə VS kodun içində də istifadə edə bilərsiniz. Gördüyünüz kimi yəni buradan da belə tərpədərək öz-özünə yəni bütün məsələn rənglər falan var burada. Məsələn bunu özünüz yəni daha yaxşı bilərsiniz. Yəni hansı rəngi istəyirsiniz. Yəni ümumilikdə istənilən rəngi götürmək olar. Yəni gördüyünüz kimi belə dəyişir. Yəni belə tövsiyə edirəm həmişə hex kod istifadə edəsiniz. Məsələn, əgər görsəz ki, yox elə məsələn axtardığınız rəng elə bu blue-ydu, yəni çox da belə əziyyət çəkmək lazım deyil. Elə blue-nun özünü istifadə edə bilərsiniz. Blue da nədir? Blue da elə ki, məsələn belə yazsaq,
Bir dəqiqə düzgün xatırlayıramsa 0000 FF olmalıdır. Aha, bəli. Gördüyünüz kimi yəni də bu olur. Yəni ümumilikdə hex kodlar 3 yerə bölünür. Məsələn, İlk ikisi reddir, sonra o birisi ikisi greendir, sonra da blue gedir. Məsələn, FF yazanda ən çox məsələn verilir. Yəni məsələn redin FF-ini yazsaz tam qırmızı verəcək. Amma məsələn redin 00 yazsaz, yəni rəng verməyəcək. Yəni belə fikirləşə bilərsiniz. Bu da yəni 16-lıq say sistemindəndir. Yəni 0 1 2 3 4 5 6 7 8 9, sonra A, B, C, D, E, F. Yəni ümumilikdə bunların hamısını yaza bilərsiniz. Bunun haqqında belə göndərəcəm sayt, yəni orada daha ətraflı oxuya bilərsiniz. Yəni bu tam da belə proqramlaşdırmaya aid bir şey deyil, həm də ki vaxta görə tam da belə dərinə getmək istəmirəm. Və ya məsələn RGB-nin özündə istifadə edə bilərsiniz. Red, green, blue, yəni görürsüz elə buradan gəlir. RGB-ni də məsələn istifadə etmək üçün gördüyünüz kimi belə bir şey yazsınız RGB. Ondan sonra da məsələn belə yazsınız. Bunu artıq məsələn 255-ə kimidir. Səhv eləmirəmsə, 255-ə kimidir, yəni maksimum 255 olaraq, minimumda 0 olaraq elə bil ki, RGB-nin içinə yaza bilərsiniz. Məsələn, RGB yazırıq. Gördüyünüz kimi öz-özünə çıxır red, green, blue. Məsələn, buraya yazırıq, tutaq ki 76. Məsələn, buraya yazırıq 44, buraya yazırıq 11. Görək nə rəng verir. Gördüyünüz kimi belə bir rəng verdi. Pis rəng seçdim əslində. Gəlin biraz bunu yaxşı eləyək. Tamam, belə bir gördüyünüz kimi yəni rəng alır. Yəni hex kodla RGB əslində ikisi də eyni bir şeydir. Yəni heç bir fərqi yoxdur. Sadəcə RGB-də belə bir şey var ki, məsələn, RGB-nin əgər yanına A da yazsanız, ondan sonra buradan da məsələn yazsanız, tutaq ki 0.5. Yəni bu nə edir? Buna transparent deyilir. Əslində burada indi görməyəsiniz. Yəni məsələn əgər opacity deyilir ingiliscə, bilmirəm eşidirsiniz ya yox. Yəni ümumilikdə məsələn, əgər istəsəniz ki, məsələn, hansısa bir tekstin altındakı, tutaq ki, əgər mən buna böyük bir şəkil qoysam və bu şəkli elə bir ki, bu tekstin altına qoysam, məsələn, tekst tam belə görsənəcək də. Amma əgər istəsəniz ki, tekstin belə arasından da şəkil görsənsin, onda A hərfi qoyursunuz və məsələn 0.5 transparency yazırsınız. Yəni ümumilikdə nə qədər belə arasından görsənsin də yəni şəkil. Bunu yəni gələcəkdə başa salacağım daha dəqiq, yəni RGBA məsələsini A hərfindən olan. Aha, bəli, şəffaflıq, bəli ondan. Yəni ümumilikdə yəni siz daha yaxşı görə bilərsiniz də ki, məsələn şəkli arxasından məsələn şəkil görsənsin. Məsələ bir şey. Amma yəni dediyim kimi gələcəkdə məsələn text align falan keçəndə səhv eləmirəmsə bu dərs də olmalıdır. Amma yəni yenə də onu bu dərs başa salmayacağam. Yəni gələn dərslərdə sizə ümumilikdə başa salacağam. Ümumilikdə belə yarışma falan da olacaq. Məsələn, mən vaxt qoyacağam, elə dərs olacaq. Ümumilikdə yəni orada ümumilikdə orada məsələn belə bir sayt düzəltməli olasınız və ona görə də sonra belə bir yarışma olacaq. Yəni gələcəkdə ümumilikdə deyəcəm. Çərçivəsinin rəngini necə dəyişə bilərik? Qıraqların rəngini deyirsiniz tekstin. Qıraqlarını əslində çərçivə əlavə etmək tam çatmadı düzün desəm. Deməli border gedir əslində. Sadəcə inanmıram borderi şeyin üstünə qoymaq olur. Birdən yoxlayaq. Border tekstin üstünə getmir əslində. Yəni border kodunu tekstə yaza bilmirsiniz. Yəqin ki, məsələn, bunu deyirsiniz də, belə qırağı deyirsiniz. Yəni belə tam tekstin, əgər tam tekstin belə qıraqlarına deyirsinizsə ki, məsələn, belə, o Word-da var, bilmirəm, onu deyirsə yox. Yəni ümumilikdə əgər belə qıraqlarına deyirsinizsə, qıraqlarını belə yazmaq olur. Onu da başa salacağam. Yəni sadəcə burada məncə bu dərsi başa salacağam. Amma yəni məsələn desəz ki, tutaq ki, lap belə fontun özünün lap qıraqlarını belə qara ilə məsələn, qıraqları qara olsun, içi belə rəngli olsun. Onu tam dəqiq bilmirəm düzün desəm. Amma yenə də onu incə göstərdiyimi indi başa salacağam necə olacaq. Tamam. Sonra ümumilikdə bizdə məsələn background color var. Background color da nədir? Yəni bir sözlə məsələn bunun backgroundunu rəngləmək üçündür. Əslində məsələn buna da qayıdıb background color yazsaq bu da işləyəcək. Məsələn bura yazaq black tutaq ki.
Yəni gördüyünüz kimi ümumilikdə belə bir qara bir şey yaranacaq arxasından. Yəni bunlar həmişə elədir ki, məsələn H1 həmişə bütün səhifəni tutur, yəni başdan axıra kimi. Yəni ona görə də məsələn görə bilərsiniz ki, bu tekst də aşağı düşür. Gələcəkdə məsələn başa salacağam, bizdə display flex var. Flex eləyəndə artıq yəni bu qədər uzun olmayacaq da, yəni. Düzdür, bunu belə width-ini falan da dəyişmək olur. Məsələn tutaq ki, width də var. Əgər image-də yadınıza düşürsə, məsələn burada yazsaq 30 piksel, gördüyünüz kimi yəni belə balacalanır. Yəni əslində CSS-in kodu çoxdur. Yəni əsasən də ingiliscədir. Görürsüz məsələn background color bildiyimiz kimi, yəni yəni arxa rəng, arxa fon rəngi. Sonra məsələn width yazsaq uzunluğu, height da yazmaq olur məsələn. Aha, bildim. İndi onu başa salacağam ümumilikdə. Yəni indi background color-dan başa düşdüyünüz kimi, yəni sadəcə arxa fondur. Məsələn, background color əslində çox vaxt body-də istifadə olunur. Məsələn, body-də bildiyinizdə nədir? Body məsələn buradan bura kimi. Yəni ümumilikdə bu gördüyünüz arxa məsələn ağ fonu tutaq ki, başqa rəng eləmək istəsəz, color yox, background color və məsələn bilmirəm nə yazaq. Bu yazaq da məsələn. Yəni gördüyünüz kimi ümumilikdə yəni səhifənin rəngi dəyişəcək. Soruşa bilərsiniz ki, bəs background color-la color-un tam dəqiq fərqi nədir? Əgər məsələn mən qayıdıb body-də color yazsam, sadəcə color. Buna gəlin important qoyaq ki, bütün hamısını dəyişsin. Əslində işləmədi. Yəni ümumilikdə bilmədim niyə işləmədi. Save elədim də. Əslində ümumilikdə bütün tekstlərin rəngini dəyişməli idi, blue eləməli idi. Aha, tamam. Yəni ümumilikdə məsələn əgər body-nin içində color blue yazsanız, onda yəni ümumilikdə məsələn body-nin içindəki hansı kod olacaq, hansı ki tekstdir, onların bütün rəngini blue eləyəcək. Yəni color bir sözlə əsasən tekstə aiddir, yəni yazılan bir şeyə. Ancaq background color əsasən məsələn şəkillərə və ya background-a aiddir, yəni. Məsələn background color yazıb bu rəngini dəyişə bilməzsiniz də sözün. Sadəcə məsələn yenə adından olduğu kimi background-unu dəyişə bilərsiniz. Bunu black qoymayaq. Bu biraz pis görsən, önce silsəm yaxşıdır. Elə gəlin bunu body eləyək. Sonra rəngini də green qoyaq. Tamam. Yaxşı, ağ olsun. Tamam. Ondan sonra mətn stilləri var. Məsələn text align, text transform, text decoration. Məsələn ümumilikdə əgər text align nədir? Yəni ümumilikdə məsələn istəsəniz ki, bu ortadan yazılsın. Yəni məsələn qayıdırsınız bura. Yazaq məsələn buradan H1 text align center. Gördüyünüz kimi bütün hər şey centerə gedəcək. Mən H1 yazmışam deyənə məsələn p-ni dəyişmədi. Və ya məsələn left də yazmaq olar. Gördüyünüz kimi left-də gedir və ya right yazmaq olar. Gördüyünüz kimi belə qırağa gedir. Right yazanda heç vaxt yaxşı işləmir. Gördüyünüz kimi biraz belə qırağa çıxır ekrandan. Bu əslində yenə də məsələn HTML-in öz problemidir. Ancaq yəni çox vaxt məsələn text align istifadə etmirlər, margin istifadə edirlər. Margin indi başa salacağam nədir? Yəni ümumilikdə gəlin hələlik bunu text align center edək. Tamam, belə daha yaxşı görsənir. Ondan sonra bizə text transform var. Text transform nədir? Məsələn bildiyiniz kimi məsələn Word-da falan var ki, istəyirsiniz ki, bütün hamısı böyüklə yazılsın. Məsələn mən qayıdıb buraya yazsam text transform uppercase. Gördüyünüz kimi bütün hərflər böyüklə yazılır. Amma qayıdıb məsələn index HTML-ə baxsınız, gördüyünüz kimi yəni məsələn gəlin hamısını balaca ilə yazaq. Hello world. Yəni gördüyünüz kimi yenə də böyükləndir. Və ya məsələn tərsini də eləmək olur. Lowercase yazaq. Gördüyünüz kimi hamısı kiçik ilə olur. Və text decoration var. Text decoration əslində çox da istifadə edilmir. Amma yenə də bunda istifadəsini göstərəcəm. Əsasən məsələn text decoration nədə istifadə olunur? Məsələn yadınıza düşürsə, mən sizə demişdim ki, əgər biz A yaratsaq, yəni anchor link yadınıza düşürsə. Məsələn bunu. Ondan sonra məsələn bura yadınıza düşürsə nəsə yazırdıq, linkdən falan yazırdıq. Sonra məsələn bura hello yazırdıq. Məsələn mən sizə demişdim ki, çox insan var ki, məsələn bunun altındakı xətti xoşlamır da, yəni. Əsasən text decoration onun üçün istifadə olunur. Məsələn əgər mən bura non yazsam, əslində bu H1-dir, H1-ə yox.
A-ya. Məsələn, mən əgər anchor linki dəyişmək istəyirəmsə ki, altında xətt olmasın, mən yazıram. A, yəni anchor linkini dəyişmək istəyirəm. Açıram və text decoration. Məsələn, non yazıram. Gördüyünüz kimi altındakı xətt silinir. Amma yəni çoxlu text decoration çoxlu var. Yəni gördüyünüz kimi dashed falan var, dotted, double, line through. Ya məsələn dashed falan baxaq. Dashed işləmədi bir dənə line. Okay. Gördüyünüz kimi line through yazanda, yəni ümumilikdə belə üstündən belə bir xətt çəkilir. Yəni text decoration-da çox istifadə olunmur. Çünki yəni əsasən fontlar falan var. Fontlarda yəni əsasən istifadə olunur. Amma yenə də yəni bunu da bilmək yaxşı şeydir. Tamam. Aha, indi isə fonta gələk. Font da ümumilikdə yəni yəqin ki, hamınız bilirsiniz. Məsələn, nəyinsə ümumilikdə fontunu dəyişmək istəsə, yəni məsələn tutaq ki, görürük ki, bunun fontu çox da xoşumuza gəlmir də, yəni bunu bəlkə daha yaxşı bir font qoymaq olardı. Səhv eləmirəmsə default olaraq sans serif gedir ya eləcə serif gedir. Tam dəqiq bilmirəm. Məsələn, əgər mən bura qayıtsam yazsam font family. Font family olaraq ümumilikdə yəni bunun görünüşünü dəyişmək olar. Məsələn, tutaq ki, gəlməsən birini yazaq. Courier new. Gördüyünüz kimi belə bir şey gəlir. Yəni məsələn belə bir font family. Ondan sonra məsələn silsək, başqasını yazsaq, məsələn bilmirəm. Yəni random seçim. Yəni gördüyünüz kimi bu da belə fərqli. Deməli soruşa bilərsiniz ki, bəs bunlar niyə belə, məsələn, vergül falan nədir, bu nədir, o nədir? Deməli hər bir browser bütün fontları dəstəkləmir. Bilmirəm, yəni görübsüz ya, məsələn tutaq ki, mən Chrome-da bir sayta girsəm, Safari-da o birisi sayta, yəni eyni sayta girsəm, aralarında məsələn fərqlilik görə bilərsiniz. Məsələn tutaq ki, Chrome dəstəkləyir bu fontu, Franklin Gothic Medium, ancaq Safari bunu dəstəkləmir. Əslində üstünə tutanda burada yazır hansı məsələn brauzerlər dəstəkləyir. Ancaq tutaq ki, əgər hansısa brauzer dəstəkləmirsə, onda vergüldən sonra hansı font family varsa ona gedir. Məsələn, bu Arial Narrow fərqli bir fontdur. Yəni gördüyünüz kimi bu hal-hazırda belə görsənir, bu Franklin Gothic Medium olan. Əgər mən ilkini silsəm, bu da əslində indi. Məsələn, gəlin sans serifi sadəcə saxlayaq. Yəni gördüyünüz kimi biraz dəyişiklik oldu da. Ya məsələn buna baxsaz sans serifə. Yəni gördüyünüz kimi burası biraz belə qalındı. Ancaq məsələn mən qaytarsam, görürsüz biraz belə balacalanır da, yəni. Biraz tam atsanız fərq hiss edə bilərsiniz. Bunu əslində özləri elə eləyiblər ki, sans serif öz-özünə seçilirkən tam eyni olsun. Yəni ki, çox da belə fərqlilik görsənməsin. Amma yəni dediyim kimi, əgər məsələn ilk fontu dəstəkləmirsə sizin brauzeriniz, keçir o birisi fonta baxır. Baxsın görsün bunu dəstəkləyir, yox bunu da dəstəkləmirsə buna keçir, bunu da dəstəkləmirsə buna keçir, ya axırda da bunu da dəstəkləmirsə, yəni default olaraq HTML-də nədirsə onu qoyur eləbi ki. Yəni bu heç bir yəni məsələn vacib deyil ki, yəni hamısını yazasınız. Eləcə yəni birində yazmaq olar. Yəni fərqi yoxdur. Yəni gördüyünüz kimi mənim brauzerim bunu dəstəkləmir deyənə, gördüyünüz kimi avtomatik olaraq bunu skipləyir. Yəni görürsüz, əslində məsələn bunu mən kopyalasam, sən girsəm bura yazsam, font. Yəni görürsüz bu belə bir fontdur. Amma yəni mənim saytımda gördüyünüz kimi biraz fərqli fontdur da, yəni. Niyə? Çünki bunu ümumilikdə dəstəkləmir. Mənim məsələn Chrome dəstəkləmir deyənə, ümumilikdə yəni bu fontu mən görə bilmirəm. Ona görə də yəni avtomatik olaraq bunu skipləyir və default olaraq nədirsə onu qoyur. Ondan sonra bizdə göstərdiyim font size var. Font size ümumilikdə məsələn yaza bilərsiniz neçə piksel istəyirsiniz. Boyunu o qədər dəyişəcək. Bir də bizdə font weight var. Əsasən istifadə olunanlar deyirəm. Font weight-də də məsələn yaza bilərsiniz bold, tutaq ki. Onda məsələn qalın olur. Düzdür, H1-də yazıram deyə hiss olunmur, çünki H1 artıq olaraq yəni bolddur. Ona görə yəni ümumilikdə belə dəyişmək olmur. Məncə normal yazanda dəyişim istəyirsiniz. Aha gördünüz. Normal yazanda görürsüz, yəni boldluğu itir. Amma yenidə məsələn qayıdıb bold yazsam, yəni yenidən qalın olur. Düzdür, belə bolder deyə bir şey də var. Ancaq onu heç vaxt yəni mən hiss eləməmişəm. Heç bir fərq eləməyibdi heç vaxt boldla bolder arasında. Sadəcə məsələn elə font family var ki, bunu dəstəkləyir, eləsi var dəstəkləmir, amma çoxu dəstəkləmir əslində. Ona görə yəni hər dəfə mən yəni bold yazıram. Bura kimsə sual var ümumilikdə? Tamam.
Am, aha, bunlar başka şeylerdi. Tamam. Ümumilikdə indi border başa salım. Qayıdaq bordera. Məsələn, indi dediyi kimi, məsələn, Ramal soruşmuşdu ki, məhz borderi necə qoymaq olar? Ümumilikdə border qoymaq üçün çox əslində məsələn çox şeydən istifadə etmək olar. Məsələn, adi border yazaraq yenə də məsələn border qoya bilərsiniz. Məsələn, birinci 10 piksel yazırsınız. Sonra ancaq border kodu ümumilikdə biraz uzun olur. Sən səhv eləmirəmsə burdan rəngini yazsınız. Məsələn, black yazaq. Tamam. Aşkar belə yazaq. Yəni ümumilikdə border səhv eləmirəmsə yazılışı biraz fərqlidir. Belə deyil. Tamam. Əsasən mən işlətdiyim, yəni sizə də tövsiyə edirəm onu işlədəsiniz. Məsələn, border əgər dash radius yazsaz, məsələn, bunu 10 piksel yazsaz, ondan sonra qayıdıb məsələn border color yazsaz, dash color məsələn black. Yenə də işləmədi. Bu niyə işləməsin? Bir də ki, tamam. Deməli, birinci bunu başlayalım. Deməli, border radius nə edir? Radius gördüyünüz kimi ümumilikdə qıraqlarını belə yumru eləmək üçün əsasən istifadə olunur. Yəni gördüyünüz kimi əgər məsələn istəsəz qırağı yumru olsun, onda bunu daha çoxalda bilərsiniz. Məsələn, hal-hazırda 10 pikseldir. Mən bunu qaldıra bilərəm 100 pikselə. Yəni gördüyünüz kimi daha yumrulaşır. Border radius əsasən budur. Border color əslində borderin öz belə rəngini olmalıdır. Sadəcə səhv eləmirəmsə mən nə isə buraxıram. Yəni ümumilikdə bunun qırağında belə border yaranmalı idi. Bəlkə də border style yazmıram da yəni. Kompüter niyə donur? Azərt qılmazdı. Border məsələn style yazsaq, məsələn dash yazsaq, aha, yarandı. Gördüyünüz kimi yəni ümumilikdə borderin öz styleları var. Məsələn dash yazsaq belə tre verir. Səhv eləmirəmsə normal yox, normal yazanda işləmir. Məsələn burada ümumilikdə yazmışdı bütün məsələn widthlərini. Məsələn var dotted, dashed, solid, double. Yəni əsasən yəni mən heç vaxt border istifadə eləmirəm. Borderə əsasən table falan yaradanda istifadə olunur. Onu da başa salacağam. Məsələn solid yazsaq, adi bildiyimiz məsələn düz xəttli bir border olacaq. Yəni ümumilikdə borderdə belə yaradırlar. Radius da dediyim kimi yəni daha yumru etmək üçündür. Məsələn radiusu silsəm, gördüyünüz kimi belə kvadrat şəkildə olur. Yəni default olaraq kvadratdır. Tamam. Ümumilikdə yəni tam başa salmaq istədiyim hələ ki bunlardır. Belə əslində məsələn PDF-ə girsəz, yəni görərsiniz ki, orada məsələn padding falan da var. Ancaq padding falanı bu dərs üçün başa salmaq istəmirəm, düzün desəm. Çünki biraz çox keçdik məsələn CSS haqqında. Yəni hələlik əsasən yəni bunları başa düşün. Sonra gələn dərs ümumilikdə daha CSS haqqında daha məsələn yəni daha başqa kodlar falan keçəndə onlara ümumilikdə başa salacağam. Çünki padding, margin onlar biraz başa düşmək daha çətindir. Ümumilikdə başa salacağam nəyə görə. Ancaq yəni ümumilikdə məsələn hələ ki əsas bizə lazım olanlar bunlardır. Yəni text align, color, background color, border radius, sonra text decoration, text align dediyim kimi, font family, font size, yəni çox şey oldu biraz. Ümumilikdə yəni bura kimi kimsə sual var. Yəni burada dediyim kimi əslində burada var dediyim paddinglə margin. Amma yenə də paddinglə margin daha növbəti dərs başa salmaq istəyirəm. Çünki CSS boxing keçəcəyik növbəti dərs. O biraz çətin mövzudur. Onu başa düşmək biraz vaxt ala bilər. Yəni ümumilikdə dedim bu dərs üçün hələlik bunlar bəsdir. Kimsə vəbşi sual var bunlar haqqında yoxsa?
Aha, bildim. Deməli, siz düzəltdiyiniz saytda əslində orada database var idi. Database əsasən backenddə olur, mən onu deyirdim. Deməli, başa salın necədir? Məsələn, ə, siz yaratdığınız sayt səhvləməsə belə restoranlar falan üçün idi. Məsələn, orada tutaq ki, məsələn, nə isə göndərmək istəyəndə, məsələn, admin panelinə də ki, məsələn, sifariş eləyəndə, o sifarişi saxlamaq üçün əsasən onu database-ə göndərilir. Yəni bir dənə sizin məlumat bazanız olur da. Məsələn, məlumat ora gedir ki, həmişəlik orada qalsın. O məlumat bazanda həmişə öz credentialları olur. Yəni linki olur, bir də passwordu olur. Ümumilikdə məsələn çox vaxt AI-lar onu həmişə açıq saxlayır. Yəni məsələn yadınıza düşürsə sizə göstərmişdim. Məsələn bunu belə eləsək, inspektə girsək, məsələn burdakı kodlara baxsaq, onu yəni tapa bilərik də, yəni hardansa məsələn o credentialları tapa bilərik. Artıq məsələn əgər mən o passwordla linki tapsam, mən girə bilərəm sizin database-inizə və məsələn onların bütün datanı silə bilərəm, orada yeni bir data əlavə eləyə bilərəm. Yəni bir dənə problem ondadır. Onu da gizlətmək lazımdır həmişə. Gizlətmək üçün də əsasən dot fayllar istifadə olunur. Yəni əgər backendi çatdırsaq ümumilikdə onu başa salacağam. Əgər məsələn istəsəniz belə kodlara baxa bilirsinizsə siz. Məsələn backendi göndərin mənə, o kodlara baxım, görüm yəni sizdə gizlədibdimi ya yox. Yəni əgər məsələn saytı hardasa istifadə etmək istəsəniz. Yenə də yəni dediyim kimi əgər məsələn onu AI gizlətmirsə ki, çox vaxt gizlətmir. Yəni onu məsələn hakerlər falan məsələn girib götürə bilərlər də. Düzdür, belə çox da restoran saytına heç bir haker girməz. Amma yenə də məsələn tutaq ki, gələcəkdə əgər AI ilə böyük bir şirkətin hansısa bir şeyini yaratmaq istəsə saytını ki, harda ki məsələn şirkət üçün gizlin belə məlumatlar falan olur. Yəni məsələn şirkətlərin bank akkauntlarının məsələn nömrələri falan. Yəni onu həmişə diqqət yetirmək lazımdır ki, yəni dot faylın içində olsun əsasən ki, yəni onu heç kim tapa bilməsin də. Biraz belə sizin üçün qəribə gələ bilər əslində. Amma yenə dediyim kimi əgər backendi çatdırsaq, yəni orada daha yaxşı başa salacağam sizə ümumilikdə. Aha, bəli, ev tapşırığı olacaq. Bir dənə tez onu da başa salım. Ev tapşırığı ümumilikdə yadınıza düşürsə, ən birinci dərsdə bir dənə şey yaratmışdınız, HTML. Yəni mən istəyirəm ki, sadəcə elə tam eyni kodu götürəsiniz. Tam eyni kodu, yəni sadəcə ora HTML əlavə edə bilərsiniz, əlavə edəsiniz. Yəni və sadəcə onu mənə göndərəsiniz. İndi formda əlavə yer yaradacağam CSS-ləri qoymaq üçün. CSS-i də ora atarsınız deməli. Yəni ən birinci olan saytınızı götürün, ona biraz belə CSS əlavə eləyin, yəni background color falan əlavə eləyin, ondan sonra submit edə bilərsiniz. Bildim. Tam dəqiq düzün desəm saytı baxmamışdım. Ola bilər resept sayt olsun. Biraz belə restoran saytına oxşuyurdu. Yeməklər falan var idi. Yəni ona görə demişdim. Amma yenə də məsələn dediyim kimi, əgər backend falan varsa saytda, yəni yenə də məsələn database varsa, onu AI-ın özündən soruşa bilərsiniz. Məsələn, soruşun ki, bu saytda database varmı? MongoDB-dən falan. Məsələn, MongoDB. Soruşun ki, MongoDB və ya SQL varmı? Yox desə, onda heç bir problem yoxdur. Amma məsələn desə ki, hə var, məsələn deyin ki, onu gizlətsin də, yəni dot faylına qoysun, gizlətsin, yəni nəsə bir şey. Tamam. Ümumilikdə yəni əgər sual yoxsa bitirə bilərik. Yəni başqa sual var kiminsə? Məndə də kompüterin sönəcək. Okey, tamam. Sual yoxsa da hamınız çıxa bilərsiniz. Ümumilikdə recordingi falan hamısını paylaşacağam, PDF də paylaşacağam. Yəni də sualınız falan olsa, zəhmət olmasa soruşun məndən. Yəni nə sualınız olsa cavablandıra bilərəm yəni. Tamam, siz sağ olun hamınız. İnşallah gələn dərs görüşərik. Sağ olun.